Bax görürsüz bu qəhvəxananı. Bura Ələsgər Ələkbərov küçəsidir. Bu da ki bax o həmin o qəhvəxana. Yəni ki coffee shop. Yəni doğru dildə desək bir yer harda gedib oturub qəşəng bir fincan dadlı kofe içmək olar. İndi gəlin mən sizə bu yerin biraz tarixçəsindən danışım. Yəni heç kəs üçün sir deyil ki, illər keçdi, nə bilim aylar dolandı. Bu prospektin ərazisində çox saylı bu kofe verilən yerlər açıldı. Amma sizə deyim ki, bu bir fenomenal yerdir. Baxmayaraq ki, belə baxanda bir interyeri yoxdur. İçərisinə girib baxsız, görsüz ki, olan, hətta onun mebeli, yəni ki, içəridə olan bax belə avadanlığı, yəni o lüks səviyyədə, dəhşət dərəcədə dekorlu deyil. Amma ona baxmayaraq, bax həmin bu yerdə həmişə adam basırıqdır. Hətta gedərsən, orada yer tapmazsan. Yaxşı, bunun görəsən fenomeni nədədir? Necə oldu ki, cəmaət bu ətrafda sonra nə qədər də olsun bu kofe yerləri açdılar, nə qədər istəyirsiniz maya buraxdılar ora, interyerinə səhmaya yatıstırdılar. Gəl görəsən amma ki, gəlib gedənlərin sayı o qədər deyil. Amma mən sizə deyim, neçə illər bundan qabaq bir ara bu İngilis dilini öyrənmək eşqinə düşdüm. Başladım axtarmağa, çıxdı qabağıma Atəşgah adlanırdı, səhv eləmirəmsə, İngilis dili təlim kursları. Neysə əlaqə saxladım bunlarla. Dedilər, dur gəl bura. Durdum, gəldim. Sən demə bu yerin təsisçisi, neçə illər bundan qabaq gəlib Azərbaycana. Hardan gəlib? Uzaq Amerikadan. Amerikanın Wisconsin vilayətindən, Wisconsin ştatından. Gəlib burada həm kofe biznesi açıb, həm də ki, yaxşı belə İngilis dili, yəni ki, təlim kursları. Doğrudan da mən sizə bir söz deyim. O vaxt üçün mən sizə danışıram, nə bilim, bir 20 neçə ilin söhbətini. O cür nə ki, yəni burada səviyyədə İngilis dili öyrənmək olar idi. İnandırım sizi, heç bir yerdə o nəticəni siz əldə edə bilməzsiniz. Neysə, hələ o vaxtdan bu ilə belə bir kontakt yarandı, getdim, gəldim.